Sən mənim əziz qardaşım, əziz bacım, nəyə inanmağından asılı olmayaraq, biz bir xalqın, bir millətin övladlarıyıq. Biz bir dildə danışırıq və bizim daha üstün dəyərlərimiz var. Sənin inancın isə əzizim, sadəcə sən doğuldun bu dünyaya və sənə bir şəxsiyyət yüklədilər. O şəxsiyyətin sadəcə bir hissəsidir, yüklənmiş bir informasiyadır. Biz isə məqsədimiz nədir? Bax, bugün inkişaf eləmiş Avropa, Amerika, Yaponiya, Çin kimi nəhəng dövlətlərin, dünyanı idarə edən güclərin qarşısında dayanmaq üçün bu xalqın, bu millətin elm, savad, təhsilə gələnməsini istəyirik. Bu qara cəhalətdən çıxmasını istəyirik. Biz insanları düşündürmək istəyirik. İstəyirik ki, mən də içində mənim övladlarım da olmaq şərti ilə biraz elm, savad öyrənsinlər, inkişaf eləsinlər. Çünki bu, bilirsiniz, bu bir oyundur. İnanc məsələsi bir oyundur. Bu oyunda oyuncular var. Bir də oyunu quranlar var. Məsələ orasındadır ki, bu oyunu quranlar özləri ibadət eləmirlər. Ona bir gəlirmən bəy kimi baxırlar. Bir də ki, o oyunu quran həmişə özünü oyunun tanrısı hesab edir. Durum belədir. Mən çox şeyləri açıqlamaq istəmirəm. Amma düşün, qurban olma. Qaldı ki, sənin bizim həqiqət olaraq, bax biz burada kiməsə nəyisə sübut eləmək istəmirik, kiməsə nəyisə həqiqət olduğun, düz olduğun, səhv olduğun. Məsələ bu deyil. Biz insanların düşünməsini istəyirik, biz insanların qorxudan azad olmasını, nəyisə öyrənməsini, araşdırmasını istəyirik. Sən isə götürürsən, sadəcə öz inamlı, sənə aid olan bir şeyi götürüb gəlirsən, atırsan, ümumi bir toplumun içinə ki, məsələn 100 nəfərin arasında ki, həqiqət budur. Yox əzizim, o sənin həqiqətindir, o sənə aid həqiqətdir. Sonra heç kimə sübut edilməzsən, heç o sübutu da yoxdur. Heç nədən nə öz qarnını qaraltma, nə bizim qarnımızı qaraltma. Gəl qulaq as, iştirak elə, sən də bizim qardaşımız, bacımızsan. Fərqi yoxdur. Və mən sənə indi, bax, sadə bir şeydir. Amerika Birləşmiş Ştatlarında 50-60-cı illərdə Mərkəzi Kəşfiyyat Agentliyinin, ABŞ-ın Mərkəzi Kəşfiyyat Agentliyinin CIA tərəfindən həyata keçirilmiş proyekt MK Ultra. Yaz internetdə oxu. Bu nə idi? Soyuq müharibə dövründə mind kontrol, yəni insan davranışını idarə etmək, yaddaş və təfəkkürü pozmaq, ideal həqiqət serumu tapmaq niyyəti güdüldü. Nə əldə olundu? Bu subyektlər, məsələ nə idi? Nə elədilər? Bu layihə çərçivəsində subyektlər, psixotrop maddələr verildi subyektlərə, hipnoz, sensor, təcrid, elektroşok, yuxu rejimləri, bütün üsullar sınandı. Sınaqlar çox vaxt test iştirakçılarının xəbəri olmadan aparılırdı. Yaddaş və beyni silmə, bu kimi MK Ultra 68, Montrealda sınaqlar, bütün baş verən bu olaylar uzun məsələdir, mən qısa oxuyuram. Nəticə çox pis oldu. Onlar deməli, bu məsələnin hətta bu layihələri 70-ci ildə bu sənədləri itirdilər. Bundan xəbər tutdu Konqres, Senat. Amma yenə də nə qədər gizlətsələr də 73-cü ildə bəzi sənədlər məhv edildi, amma 77-ci ildə Konqres araşdırmalar zamanı ortaya bəzi sənədlər tapıb çıxartdı və bu məsələ Konqres səviyyəsində müzakirə olundu. Düzdür, CIA üzr istəmədi, amma ki, yəni çox tənqid olundu. Yaxşı, bu layihənin nəticəsi nə oldu? Təbii ki, nəticələr insanlara, sadə xalqa açıqlanmadı, gizli tutuldu, sanki nəticəsi olmayıb. Amma çox ağır bədəli oldu. Yaddaş itkisi, insanların şəxsiyyətinin dağılması. Təsəvvür edirsiniz, insanlar mən kiməm sualına cavab verə bilmədilər. Uşaq halına düşənlər, depressiya, panik pozuntular, post-travmatik stres, intihar halları, bəzi iştirakçılar sınaqdan sonra normal həyata dönə bilmədilər. İnsanlar evlərinə başqa biri kimi qayıtdılar. Ayrıbə bitdi, amma yaraları o qədər dərin oldu, çox dərin. Çünki insanın bütün həqiqəti sadəcə ona yazılan informasiyadan başqa bir şey deyil. Yəni, bu layihə onu sübut elədi ki, bizə yüklənən informasiya, bizə yüklənən yaddaş, biz doğuluruq və bizə ətrafdan aldığımız informasiya, məlumatlar sadəcə yüklənmiş bir informasiyadır. Və ondan başqa bir həqiqətimiz yoxdur. Və bizim bu həqiqətimizsə, bizə yüklənən bu informasiya, sənin bugün əziz qardaşım, əziz bacım, inanc olaraq o götürüb gəldiyi şey isə, bax o orada sadəcə bir
adi bir dərman preparatın stəkana suya qatılıb verilməsi ilə sıfırlanan bir şey. Və yaxud yıxılıb bu səkiyə başının dəyməsi sənin bu günləri bu boyda insanın üstünə götürüb gəldiyin o inanc, o əzəmətli saydığın o sadəcə bir zərbə ilə yoxa çıxan bir şeydir. Yoxa çıxan. Yəni sən təsəvvür et ki, bir Allaha inanırsan, onu o qədər böyütmüsən ki, nəhəng və onu götürüb gəlmirsən bu boyda işıq, bu boyda aydınlıq görmək istəyən insanların üstünə, o isə başın səkiyə dəyməklə səni tərk edən bir şeydir. Suçu yoxdur. O sənin inancındır. Sənə yüklənmiş bir şeydir. Amma sənə yüklənən informasiyadan başqa nə həqiqət var? O həqiqəti axtar. Sən o həqiqəti axtarsan, dili, ağzı, sözü, hərfi olmayan bir həqiqət. Bəli, o səndən doğulub, səndə də başqa bir dünyaya qapı açılacaq. Amma sənə öyrədilən nə varsa, məsələmin eləyirəm, hamısı yalan və hamısı bir oyunun hissələridir. Sən araşdır, haqqın çatır buna. Bəli, bu sənin haqqındır, təbii haqqındır. Araşdır, qulaq az kənardan. Amma sən kimisə, yenə deyirəm, bir başın bu səkiyə dəyəndə, yəni aciz qalacağım, bütün məlumatları silinəcəyi və sən heç bir köməyi olmayacaq bir məlumatla insanları üstünə gəlmə. Çünki biz burada elm öyrənirik. Biz burada kiməsə qarşı savaşmırıq, kiməsə yenə deyirəm, nəyisə sübut eləmək istəmirik. Biz düşünürük və düşünürük ki, bu necədir? Çünki bu bizi qaranlığa aparır. İnsan öz gücünü kəşf eləmək istəyir. Nəsimi nə deyirdi? Bax, biz onları axtarırıq, araşdırırıq. Bəli, bu insanın içində bir güc var, bir qüdrət var. Çünki ara baxırsan, insan əsəridir, qardaş. Bax, məsələ budur ki, insanın bu sistemlə bağlılığını axtarır. Sən isə götürüb gəlmirsən sənə öyrədilən şeyi, olsa deyə MK Ultrası çərçivəsində sıfırlandı, adam getdi, evini aparıb düşürdülər, evində heç kimi tanımadı. Nə də evindəkilər onu qəbul eləmədi. Çünki sənin yaddaşın itdisə, sən bir parça ətsən, heç kimə gərək deyilsən. Sən uşaq 3 dəfə deyəcək ki, ata, ət kimi oturmuşsa, o da sənin ürəyi çirkinəcək ona, ki, atam mənə saymır. Sənin bütün məlumatın, bütün həqiqətin, o lezvalıysan özünü. Hamısı qardaş bir dənə bax, sadəcə bir şeydir. Yaddaş silindi, qutardı. Bəs o həqiqətdirsə niyə silinir? Niyə yaddaşla bir yerə silinir? Niyə də? Niyə? Bu bir dövr, hələ bununla bağlı qədər şeylər var ki. Mən bir dənəsini dedim. MK Ultra. Ged o layihə ilə maraqlan, nəticəsini gör və xahiş edirəm. Yəni insanların başını pozma. Nə inanırsan, ged inan. Qurban olaram sənə, amma cəmaata təsirləmə. Bu insanlar düşünsünlər. Sən gedəndə cənnətə, vallahi heç kim aparmayasan. Sən öləndə heç kim aparmıyor. Heç doğmalarını apar. Nə atavı, nə anavı. Heç ailəvi uşaqları. O cənnət var, gedirsən ora. Bizə yer etməzsən, Allah. Sonra gedəndə heç kim aparmayasan. Bu cəmaat balası elm öyrətində. Ged öz doğmalarını apar da, görür. Ged onları apar cənnətə, biz istəmirik. Və bizə onu lazımdır, təbliğ belə. Biz onları öyrənmişik, bilirik, gəlmişik. Özün özünə, sən nə narahat edir? Bax, burada elmi söhbətdə niyə narahat edir? Məsələ burada, nədir sən narahat edir? Sən at bıçatsan, qurban olduğum at bıçatsan, sən onun işi görmək istəyir, sən öpürəm, sən mənim xalqımsan, millətimsən. Valla, eləmə, belə eləmə. Var olun.